Deməli, baxa vektorlar koordinat metodu birinci bölməsinə. Birinci sualda deyir ki, nöqtələr arası məsafəni tapın. İki nöqtə arası məsafə üsuluna əsasən. Deməli, AB məsafəsi bərabərdir kök altda x 1 çıx x2-nin kvadratı üstə gəlsin y1 çıx y2-nin kvadratına. O da bərabərdir kök altında x1 y1 x2 y2 yazsa. Deməli, yazarıq ki 5 çıx mənfi 4, yəni 5 plus 4-ün kvadratı üstə gəlsin mənfi 2 çıx 10-un kvadratı. Mənfi 2 çıx 10-un kvadratına. O da bərabər olur. Deməli, kökün altında 81 üstə gəlinsin 144. Bu da eləyəcək kök altda 225 və buradan da çıxır 15 kökdən. Olacaq D variantı. Birinci sualda oldu D. Keçək ikinci suala. İkinci sualda deyir ki, nöqtələr koordinat başlanğıcına eyni məsafədə olarsa, koordinat başlanğıcına eyni məsafədədirsə, deməli A 5M, O nöqtəsi 0, 0 və B nöqtəsi 3, 4. Yəni, demək istəyir ki, AO bərabərdir BO məsafəsinə. AO məsafəsini tapsaq, iki nöqtə arası məsafədə üstünə əsasən 5 çıx 0-ın kvadratı üstə gəlsin M çıx 0-ın kvadratı. BO məsafəsində tapsaq, kök altında 3 çıx 0-ın kvadratı üstə gəlsin 4 çıx 0-ın kvadratına. AO-nu BO-ya bərabər eləsək, birinci olur kök altında 25 plus M kvadratı, ikinci də olur kök altında 9 plus 16, yəni kök 25. Bunlar da bir-birinə bərabər eləsək, 25 plus M kvadratı bərabərdir kök altında 25-ə, buradan da M bərabər olur 0-a. Bu da ikinci. Keçirəm dördüncü suala. 3 də bundan eynidir. Dördüncü suala baxın. Dördüncü sualda deyir ki, təpələrin nöqtələrinə ayın medianın uzunluğunu tapın. Deməli, bizə 3 bucaq çəkək. 3 bucaq. Bu da median olsun. Deməli, A, B və C. Təpələri verilib. A'nın koordinatı verilib 1, 2, 3. B'nin koordinatı verilib 6, 3, 6. C'nin koordinatı verilib mənfi 2, 5, bir də 2. Və bizə deyir ki, A'nın medianın uzunluğunu tapın. Birinci median, biz bilirik ki, median tərəfi, median nöqtəsi, yəni M nöqtəsi tərəfi 2 bərabər hissəyə bölür. M nöqtəsi onda orta nöqtə olur. Orta nöqtənin koordinatlardan bilirik ki, deməli, x nəyə bərabərdir? X-i bərabərdir x1, x2 bölü 2. Y-i bərabərdir y1 üstə gəl, y2 bölü 2. Z-i də bərabərdir z1 üstə gəl, z2 bölü 2. X1 üstə gəl, yəni 6 plus mənfi 2 bölü 2 olacaq. 2-yə x2, y1 3 üstə gəl 5 bölü 2 olacaq. 4-ə z1 də 6 üstə gəl 2 bölü 2 olacaq, yenə 4. Deməli, koordinatları oldu 2, 4, 4. Bu şəkildə. Yaxşı. İndi keçirəm medianın uzunluğu. Medianın uzunluğu yenə iki nöqtə arası məsafə düsturuna əsasən AM bərabərdir kök altında. Deməli, birinci nədir? A nöqtəsi bu 1 idi. 1 çıx 2-nin kvadratı üstə gəlinsin 2 çıx 4-ün kvadratı üstə gəlinsin 3 çıx 4-ün kvadratına. O da bərabər olacaq kök altında 1 üstə gəl 4 üstə gəl 1. Olacaq kök altında 6-ya. Deməli, olacaq Y variantı. Keçirəm 5-ci sualda bundan eynidir deyə 6-cı suala. 6-cı sualda deyir ki, deməli, hansı nöqtə x-y müstəvisi üzərindədir? X-y müstəvisi üzərindədirsə, deməli, bunun z-i olmalıdır 0. Z-i 0 olan olacaq C variantı. Sonra, y-z müstəvisi üzərindədirsə, deməli, x-i 0 olmalıdır. X-i 0 olan da olacaq D variantı. Sonra x-z müstəvisi üzərindədirsə, y-i 0 olacaq. Y-i 0-da olan olacaq C variantı. Və keçirəm 9-cu sual. 9-cu sualda deyir ki, apsisi ixtiyari həqiqətdə ordinatı 0 olan nöqtə koordinat müstəvisində harda yerləşir? Ordinatı 0 olan nöqtə, deməli, ordinatı 0 olan nöqtə apsis oxu üzərində yerləşəcək. D variantı. 11-ci suala baxıram. Onda bundan eyni tipli sualdır. Deməli, 11-ci suala baxıram. Nöqtələrində olan OBS üçdən xaricindəki kimi çevirən rayişini tapın. Təpələri, deməli, koordinat başlanğıcı müstəvisi çəkirəm. Deyir, təpə nöqtəsi O, 0, 0 nöqtəsi. B nöqtəsi x-i 1, bura 1 olsun.
1, 0 olsun. Bu B nöqtəsidir və 0, 2. Burada 2 nöqtəsi olsun. Yəni 0, 2 nöqtəsi. Bu da C nöqtəsi. Bu üçbucağın deməli bu üçbucağın xaricini çəkimi çevirən radiusunu tapın. Üçbucağın deməli düzbucaqlı üçbucaqdır. Katetlər 2-dir, 1-dir. 2, 1, onda bura olur kök altda 5 Pifaqora görə. Xaricini çəkimi çevirən radiusu da bilirik ki, hipotenuzun yarısıdır. Kök 5 bölü 2. B variantı. 12 də eynidir. Bu tipli sualda 13-cü suala baxıram. Deyir ki, funksiyaların qrafiklərinin təpə nöqtələri arası məsafəni tapın. Təpə nöqtələri arasında məsafə. Bunun təpə nöqtəsi 2, y 0. Bunun da təpə nöqtəsi -3, 0. Bu iki nöqtə arası məsafə hesablasaq olacaq. Bu A nöqtəsi deyə, buna da bir B nöqtəsi deyə. AB məsafəsi bərabərdir. Kök altında -3 çıx 2-nin kvadratı üstə gəlsin 0 çıx 0-ın kvadrat. O da bərabərdir. Elə olacaq 5. Yəni D variantı. Keçək 14-cü sual. Eyni sualda 15-ci suala baxıram. 15-16-dan birinə baxaq. Deməli 15-də deyir ki, şəklin verib. Deməli 15-də deyir ki, poleqramın təpə nöqtəsi C nöqtəsinin koordinatları cəmini tapın. Deməli O nöqtəsi 0, 0-dır. O nöqtəsi 0, 0-dır. Sonra baxaq. A nöqtəsi 6, 2-dir. 6, 2. B nöqtəsi 6, 8-dir. Və C nöqtəsinin poleqramın təpə nöqtəsi C nöqtəsinin koordinatları cəmini istəyir. İndi baxaq. C nöqtəsinə baxan kimi bilirik ki, bunun deməli x-i 0-dır. X-i 0-dır. 0y yazıram elə. Yazıram 0y. X-i 0-dır, amma y-i var. Bunu nə edərik? Diagonallarını çəksək. Diagonallarını çəksək. Bir saniyə yaxşı çəkməm. Diagonallarını çəksək. Diagonalların kəsişmə nöqtəsinə bir O nöqtəsi yazıram. Və biz bilirik ki, diagonallarını çəkəndən sonra O nöqtəsi həm də orta nöqtə sayılır. OB-nin orta nöqtəsinin koordinatlarını tapsam, O nöqtəsinin x-i olacaq 0 üstə gəl 6 bölü 2, y-i də olacaq 0 üstə gəl 8 bölü 2. Bu da eləyir, deməli 3, 4. O'nun koordinatı oldu 3, 4. Digər tərəfdən AC üçün orta nöqtənin koordinatını tapsaq, deməli 3 bərabərdir, orta nöqtənin x-i bərabərdir. 0 üstə gəl 6 bölü 2 bərabərdir 3 ödədir. Sonra orta nöqtənin y-i 4 bərabərdir. Y üstə gəl 2 bölü 2. Deməli orta nöqtəni tətbiq edirəm AC üçün. Buradan da y bərabər olur 6-ya. Deməli C-nin də koordinatları oldu 0, 6. Koordinatları cəmidə 0 üstə gəl 6 olacaq elə 6. 17-ci suala baxıram. Deyir ki, təpə nöqtəsi A3, 4. Baxaq. Deməli, təpə nöqtələri A3, 4. A-nın koordinatını yazıram. X-i 3, y-i 4. Bu nöqtə. Sonra. B nöqtəsi 3, -4. 3, -4. Bu B nöqtəsi. Və C nöqtəsi -2, -4. Deməli, -2, -4. Burada olacaq C nöqtəsi. Bu da C nöqtəsi. Bu nöqtənin üçbucağın sahəsini tapın. Üçbucağın sahəsində biz burada bu düzbucaqlı üçbucaqdır. AB tərəfinin uzunluğu 4-də -4 olacaq 8. Demək, burada CB tərəfinin uzunluğu -2-dən 3-ə qədər olacaq 5. Onda sahə də S bərabərdir katetlər hasilinin yarısı. Bölü 2. Bu da eləyir 20. Bunu istəsək, deməli, iki nöqtə arasında məsafə düzsuna görə AB-ni, BC-ni, AC-ni taparıq. Amma mən hazır çəkdim. Elə buradan da düzbucaqlı üçbucaq olduğu ortaya çıxdı. Yəni, bu şəkildə. Siz istəsiniz AB, BC və AC tərəfini tapandan sonra biz bilirik ki, bu üçbucaq düzbucaqlı üçbucaqdır. Çünki AC tərəfi də kök altda demək olacaq 89. 64, 85, 89 oldu. Oradan da bunun düzbucaqlı üçbucaq olduğunu başa düşəcək. Deməli, baxıram 20, 19-cu sualdan birinə baxaq. Baxıram 19-cu suala. 19-cu sualda deyir ki, təpə nöqtələri -2, -2, 6, -2, 6, 4, -2, 4 nöqtələrinin düzbucaqlığının xaricini çəkimi çevirən radiusunu tapın.
Demək, xarici çəkimi çevirən rayişini tapmaq üçün bunun diaqonalını tapmalıyıq. Çünki diaqonalının yarısıdır. Buradan baxaq indi AC diaqonal. AD məsafəsinə baxıram. -2-dən 4-ə qədərdir. -2-dən 4-ə qədər 6-dır. Sonra AC məsafəsinə, daha doğrusu AB məsafəsinə baxıram. AB məsafəsi də -2-dən 6, yəni 8-dir. Bu düzbucaqlının tərəfləri 6, 8-dirsə, onda bu AC diaqonalımız olacaq 10. Pifagora görə AC olacaq 10. Onda xarici çəkimi çevirən rayişi də 10-un yarısı olacaq 5. Bu da bu şəkildə. 20-ci suala baxıram. Deyir, 200 turist düzbucaqlı koordinat sistemində verilmiş. Deməli, düzbucaqlı koordinat sistemində verilmiş. Bir məntəqədən çıxaraq, bu hər hansı bir məntəqədən çıxaraq. Deyir ki, bir məntəqədən çıxaraq, biri şimala doğru 6 kilometr, digərisi şərqə doğru 8 kilometr getdilər. Hər hansı bir nöqtədən çıxıb, məsəl üçün bu nöqtə olsun. Bu nöqtədən çıxıb, biri şimala doğru 6 kilometr, 6 kilometr getdi, 6 kilometr. Və buradan da şərqə doğru getsin 8 kilometr. İndi buradan baxırıq. Və uyğun olaraq koordinatları MA12 oldu. Deməli, 6 kilometr gedəndən sonra olub MA12. Deməli, olub MA12. Bu da gedəndən sonra olub N10B. İndi baxın, bu istiqamətdə gedirsə, məsələn, bura bir O nöqtəsi deyirəm. Bu O nöqtəsindən çıxıb M istiqamətinə gedirsə, yəni şimala doğru gedirsə, bunun x-i dəyişmir. Görürsünüz, x-i dəyişməyib. Y-i olub 6. Y-i 6 artıb. Düzdür. Burada da x-i 8 artıb. X-i 8 artıbsa, deməli, əvvəl bunun x-i 2 imiş ki olub 8 və digərində y 6 imiş ki olub 12. Deməli, B-imiz 6 imiş, A-mız da 2 imiş ki 8 gedib olub 10 və B-imiz də 6 imiş ki olub 12. İndi bizə də deyir ki, B bölən nisbətini tapın. 6 bölü 2 olacaq 3. 22-ci suala baxalım. Deyir, simmetri mərkəzi M2, 3 və bir təpəsi kvadratın perimetrini tapın. Simmetri mərkəzi kvadratın diaqonallarının kəsişmə nöqtəsidir. Baxaq, kvadratın diaqonallarının kəsişmə nöqtəsi simmetri mərkəzidir. Bura M2, 3-dür. Deyir ki, A təpəsi 4, 5 olarsa perimetrini tapın. Bunun bir C təpəsində tapaq. Simmetri mərkəzi orta nöqtədir. Buna da x, y yazıram. Deməli, 2 bərabərdir x plus 4 bölü 2-yə. Buradan x bərabər olur 0-a. 3 bərabərdir 5 üstə gəl y bölü 2-yə. Buradan da y bərabər olur 1-ə. Deməli, C-nin koordinatları oldu 0, 1. Deməli, C nöqtəsinin koordinatını tapandan sonra AC arasında iki nöqtə arasında məsafə düzlüyünə görə AC məsafəsini tapaq. Yazıram ki, AC məsafəsi bərabərdir kök altında 4 çıx 0-ın kvadratı üstə gəlsin 5 çıx 1-in kvadratı. O da bərabərdir kök altda 16 plus 16 demək olur 4 kök 2. 4 kök 2. Biz bilirik ki, kvadratın diaqonal tərəfinin kök kimisi. Demək, kvadratın tərəfləri olacaq 4. Tərəfə 4 isə perimetrdə 4-a 4 vur 4 olacaq 16. Bu da 22-ci sual. Keçirəm 24-cü suala. 24-cü sualda uyğunlaşdırmadır. Baxaq görə nədir? Deyir ki, C nöqtəsi AB parçasının orta nöqtəsi uyğunluğu müəyyən edin. İndi buradan baxaq. C orta nöqtədirsə, deməli, C-yə baxıram. -1 bərabərdir. A-nın x-i üstə gəl B-nin x-i bölü 2. Buradan x bərabərdir -4-ə. Deməli, -4 oldu. Sonra C-nin y-ni yazıram. 0 bərabərdir. A-nın y-i üstə gəl B-nin y-i bölü 2. Buradan da y oldu -3. Deməli, bu da oldu -3. Sonra digərinin z-nə baxıram. Deməli, 2 bərabərdir 4 plus z bölü 2. Buradan da z bərabərdir 0-a. Deməli, z də oldu 0. -4, -3. Aha. -4, -3. X-i -4, y-i -3. 1-ə uyğun gəldi A, N, Y. Keçirim ikinciyə baxaq. İkincidə.
İndi eynisini ikinci üçün yazıram. Deməli, birinciyə nə uyğun gəldi? Birinci uyğun gəldi A və Y. İkinciyə baxıram. Yenə Z orta nöqtədirsə, x-ımız bərabərdir. 0 üstə gəl 1 bölü 2. Oldu 2-də 1. Y-imiz bərabərdir. 8 üstə gəl 2 bölü 2 olacaq 5. Z-imiz bərabərdir. Mənfi 7 üstə gəl 4 bölü 2. Olacaq mənfi 1 onda 5. Görə hansı uyğun gəlir? Z uyğun gəlir. Sonra Y uyğun gəlmədi. Aha. İndi üçüncüyə baxıram. Üçüncüdə yenə C orta nöqtədirsə, mənfi 2 bərabərdir. X plus 1 bölü 2. X olacaq mənfi 5. Sonra 2 bərabərdir. Y plus mənfi 2 bölü 2. Y olacaq 6. Və mənfi 3 bərabərdir. Z plus 0 bölü 2. Z bərabərdir. Mənfi 6. İndi burada da hansılar uyğun gəldi? X-ımız uyğun gəldi. Yəni B uyğun gəldi və Y-imiz uyğun gəldi. D uyğun gəldi. Bu şəkildə. 26-cı suala baxıram. 26-cı sualda deyir ki, A nöqtəsindən apis oxuna qədər məsafə 5, oradan da oxuna qədər məsafə 4 olarsa uyğunluğu müəyyən edin. Deməli, bir dənə birinci rübdə çəkirəm mən. Sonra A nöqtəsindən deməli, apis oxuna qədər məsafə 5, oradan da oxuna qədər məsafə 4. Bura qədər məsafə 4. İndi baxın, bu mən birinci rüb üçün çəkdim. Biz məsafə deyəndə mənfini artırıq. Deməli, A nöqtəsinin x-i olacaq 4, y olacaq 5. Düzdür? Y oxuna qədər məsafəsi x-i sayılır. X oxuna qədər məsafəsi də bunun koordinatının y-i sayılır. İndi bax, A 4, 5-dir. İndi baxaq, deyir A ikinci rübdədir. İkinci rübdə olanda biz bilirik ki, A-nı ikinci rübdə yazsam, x-i mənfi, y-i müsbət olacaq. Üçüncü rübdə yazsam, hər ikisi mənfi olacaq. Dördüncü rübdə yazsam, x-i müsbət, y-i mənfi olacaq. İndi buradan uyğunlaşdım. İkinci rübdə olana olacaq demək, mənfi 4, 5 D variantı. Üçüncü rübdə olana mənfi 4, mənfi 5 A variantı. Dördüncü rübdə olana 4, mənfi 5 Y variantı. Demək, uyğun gəldi D, A, B. D, A, Y daha doğrusu. 28-ci suala baxıram. 28-ci sualda nə deyir bizə? Deyir ki, 28-ci sualda düzbucaqlı koordinat sistemində uyğunluğu müəyyən edin. A və B nöqtə x, z müstəvisə nəzərən simmetrikdir. Birinciyə baxıram A bəndinə görə A-ya hansı uyğun gəlir? A və B nöqtələri x, z müstəvisə nəzərən simmetrikdir. X, z deyəndə nə ilə? Adı çəkilənlər qalır, digəri dəyişəcək. Bu birdə yox. Deməli, x-la z-imiz qalmalıdır, y dəyişməlidir. 2 uyğun gəlir. Yəni, daha doğrusu 2 A uyğun gəldi. 2 uyğun gəldi A. Sonra A və B nöqtə OX oxuna nəzərən simmetrikdir. Deməli, A və B-nin x-i qalıb, digər x-i dəyişməlidir. X-i qalıb, baxın üçüncü x qalıb, 3 mənficə keçib, mənfi 1 1-ə keçib. Deməli, 3-ə də uyğun gəldi B. Sonra C variantında ki, A və B nöqtə x, y müstəvisə nəzərən simmetrikdir. X, y deyirsə, deməli, z-i dəyişməlidir. Bu da baxırıq, 1-ə uyğun gələcək. Sonra deyir ki, AB məsafəsi 2 kök 10-dur. AB məsafəsini tapsam, məsəl üçün birincidə. Birincidən AB məsafəsini tapsam, deməli, birincinin hamısı məsafəsini tapıram. AB məsafəsi nəyə bərabərdir? 2 çıx 2-nin kvadratı, 2 çıx 2-nin kvadratı üstə gəlsin. 3 çıx 3-ün kvadratı üstə gəlsin. 4 çıx mənfi 4-ün kvadratı. Bu da eləyir 0, bura 0. Bu kök altda 8-in kvadratı. Bu da 8 eləyir. Demək, AB məsafəsi 8 oldu. Buna həm Y uyğun gəldi. İndi ikinci üçün məsafəni tapıram. AB məsafəsinin. AB məsafəsi bərabərdir. Mənfi 2 çıx 2-in kvadratı. Bu eləyir elə 0-ın kvadratı. 3 çıx mənfi 3-in kvadratı. Bu 6-ın kvadratı olur. Və 5 çıx 5-in bu da 0-ın kvadratı. Bu da eləyir 6 bizdə. Üçüncüdən də yenə AB məsafəsini tapıram. AB məsafəsi üçün 2 çıx 2-nin, yəni 0-ın kvadratı. 3 çıx mənfi 3, 6-nın kvadratı. Bu da 1 çıx 1, 2-nin kvadratı. Bu da biz deyirik 36 plus 4 kök altda 40. Kök altda 40 da 2 kök 10 deməkdir. Deməli, 3-ə də uyğun gəldi D. Belə. Yaxşı, keçirəm 30-cu suala baxaq. Deməli, 30-cu sual. 30-cu sual deyir, fəzada düzbucaqlı koordinat sistemində uyğunluğu müəyyən edin. İndi baxaq. 1, M, 3, 4, 0 nöqtəsi. Buna baxıram. Məsələn, bu nöqtəni qura birinci fəzada. Fəzada olanda üçlü oxun üçünə çəkək.
Deməli. Olsun x oxu, bu da y oxu və bu da z oxu olsun. Və biz bilirik ki, bunlar bir-birinə perpendikulyardır. İndi deyək ki, birinci üçün baxıram. M3, 4, 0 nöqtəsi. Yəni, x-i 3, y-i 4, z-i 0. Yəni, z-i yoxdur. Bu nöqtə M nöqtəsidir. İndi bu nöqtə bizə deyək ki, M nöqtəsi x, y müstəvisi üzərindədir. Düzdür. Baxın, bu x, y müstəvisidir. M nöqtəsi də bunun üzərindədir. Deməli, 1-ə uyğun gəldi A. Sonra 1-ə uyğun gəldi A. Bunu çəkmişkən, baxa görə buna aid olan başqa hansı var. Bizə sonra deyək ki, M nöqtəsi OY oxu üzərindədir, səhvdir. M nöqtəsi OY oxu üzərində deyil. M nöqtəsi YZ müstəvisi üzərində, bu da səhvdir. M nöqtəsi XY müstəvisinə qədər məsafə 6-dır. Bu da səhvdir. Və M nöqtəsi XZ müstəvisi nə qədər məsafə 4-dür, bu da səhvdir. Mən 1-ə uyğun gəldi A. İndi keçirəm. Nə yazam? İndi keçir nə yazam? İkincinə. Mənfi 2. Demək, x-ımız mənfi 2. Bu mənfi istiqamətli. Mənfi 2. Y-imiz 0. Y-i 0. Z-imiz də mənfi 6. Z-in də mənfi istiqamətli. Mənfi 6. Aha, mənfidən söhbət gedirsə, bayaq şişimi qurum. Bu dəfə koordinatlar hamısı mənfidir. Onsuz da mən bayaq çəkdiyim şəkil müsbət istiqaməti idi. İndi də oxların mənfi istiqaməti kimi düşünək. Deməli, bura mənfi 2 olsun. Mənfi 2. Bu y 0, x, y, bu da z. Z də mənfi 6-dır. Burada mənfi 6. İndi baxaq. Və bizə deyir ki, indi M nöqtəsi OY oxu üzərindədir. Bu da M nöqtəsidir. M nöqtəsi OY oxu üzərindədir. Səhvdir. M nöqtəsi YZ müstəvisi üzərindədir. Bu da səhvdir. M nöqtəsi demək, M nöqtəsindən XY müstəvisinə qədər məsafə 6-dır, səhvdir. M nöqtəsindən XZ müstəvisinə qədər məsafə 4-dür. Deməli, burada hansını səhv çəkdim? Burada elə, deməli, M nöqtəsindən XZ müstəvisinə, bu XZ müstəvisidir. Buna qədər məsafə, yəni M-dən bura qədər məsafə 6-dır. Deməli, bunun şifayədə baxa bilərək. Deməli, bir də başdan baxıram. M nöqtəsindən birinciyə bir də başdan baxaq. Bu ikincini silirəm. Birinciyə bir də başdan baxaq. Biri A uyğun gəldi. M nöqtəsi OY oxu üzərindədir, səhv idi. M nöqtəsi YZ müstəvisi üzərindədir. YZ müstəvisi üzərində səhvdir. Yəni, YZ müstəvisi üzərində olması üçün bunun x-i 0 olmalıdır. M nöqtəsi XY müstəvisinə qədər. XY müstəvisinə qədər məsafə deyəndə, yəni Z-i qiyməti nəzərdə tutulur. Z-i 6 olan. Z-i 6 olan burada 2-dir. Yəni, məsafəsi 6 olan 2-dir. 2-yə D uyğun gəlir. Sonra M nöqtəsinə XZ müstəvisinə qədər məsafə 4-dür. XZ deyirsə, deməli, burada Y 4 olan tapır. Y 4 olanda 1-dir. 1-ə həm də uyğun gəldiyi. Sonra 1-ə uyğun gəldiyi. Qaldı üçüncü. Üçüncüyə baxaq. Deməli, üçüncüdə deyir ki, C bəndə YZ müstəvisi üzərindədir. YZ müstəvisi üzərindəsə, deməli, x-i 0 olan axtarmalıyıq. X-i 0 olanda elə 3-dür C. Bu da bu şəkildə. Yaxşı. Baxıram 32-ci suala. 32-ci sualda da 31 də bundan eynidir. Həmin qaydayla şəkilsiz də mən yazdığım kimi araşdıra bilərsiniz. İndi baxaq, nöqtələri koordinat oxunda yerləşməsi ilə A ədədi arasındakı uyğunluğu müəyyən edir. Birinci A bəndini araşdıraq. A bəndinə nədir? Deyir ki, A 1-dən böyükdür. A 1-dən böyükdürsə, məsəl üçün 2 düşünsək. Birinci A 2 olsun. B A 2-nin kvadratı 4. C 2-də 1. Onda bu oxlar üzərində yerləşəcək C, sonra A, sonra B. C, A, B. Deməli, 3 uyğun gəldi A. Sonra indi ikincini uyğunlaşdıraq. İkinci B bəndini. B bəndində ki, mənfi 1 ilə 0 arasında. A-ya mənfi 2-də 1 desəm. Onda A olur mənfi 2-də 1. B olur 4-də 1. C olur mənfi 2. Bu da yenə ən solda C yerləşir, sonra A yerləşir, sonra B yerləşir. C, A, B.
Bu da yenə 3 uyğun gəldi. Sonra baxıram, deməli C bəndədir. A -1-dən kiçikdir. A-ya -2 götürsəm. Deməli A-nın nöqtəsi -2, B nöqtəsi 4, C nöqtəsi -2-də 1. Yenə ən sonda A olur, sonra C olur, sonra B olur. A, C, B. Belə bir variant yoxdur. Deməli, belə bir variant yoxdur. Sonra baxıram D bəndinə. D bəndində də 0 ilə 1 arasında A 2-də 1 desəm. Onda A 2-də 1, B 4-də 1, C olur 2. Yenə ən solda B, sonra A, sonra C. B, A, C olan 2-dir. 2-yə də uyğun gəldi C bəndi. Daha doğrusu D. 2-yə uyğun gəldi D. Və deməli, indi keçirək 3-cünü araşdıram. Daha doğrusu Y bəndini. 3-cünü araşdıraq. A-nın heç bir qiymətinə. Demək olar ki, biz burada, baxın, məsəl üçün, ədəd oxu çəkirəm. Bu 1 nöqtəsi. Birdən böyükləri araşdırdıq. Birdən böyüklər uyğun gəldi 3-cü şəklə. Sonra -1 olsun bura, -1, burada 0 olsun. -1, 0 araşdırdıq. Bu da uyğun gəldi 3-cü şəklə. Sonra -1-dən kiçikləri araşdırdıq. Bu heç bir şəkildə uyğun gəlmədi. Və 0, 1-i araşdırdıq. Demək olar ki, mənfi müsbət sonsuzluq bütün qiymətləri araşdırdıq. Onda Y də uyğun ki, birinci şəkildə heç bir uyğun gəlmədi. Bu da belə. İndi keçirəm, deməli, 33-cü suala. 33-cü suala baxsaq. Deyir ki, diaqramda ABCD poliqramı təpə nöqtələri 3-ünün koordinatları vermişdir. Poliqram çəkirəm bir dənə. Deməli, təpə nöqtələrini A, B, C və D. A-nın koordinatlarına baxsa, x-i 2, y-i 3. 2, 3. Sonra B-nin koordinatına baxsa, x-i 3, y-i 7. 3, 7. C-nin koordinatına baxsa, x-i 9, y-i 7. Və bizdən D-nin koordinatlarını tapır. Aha, yox. AD tərəfinin orta nöqtəsinin koordinatlarını istəyir. Birinci biz D-nin koordinatını tapıram. Deməli, yenə diaqonallarını çəksəm, diaqonalların kəsişmə nöqtəsinə bir O desəm. O nöqtəsi orta nöqtədir. Orta nöqtənin koordinatı nəyə bərabərdir? 2 üstə gəl 9 bölü 2, 7 üstə gəl 3 bölü 2. Bu da eləyir 5 onda 5 ilə 5. 5 onda 5 ilə 5. Sonra eyni zamanda O nöqtəsi BD-nin də orta nöqtəsidir. Onda 5 onda 5 nəyə bərabərdir? 3 plus x bölü 2-yə. Buradan x olur 8. Və 5 bərabərdir 7 plus y bölü 2-yə. Y bərabərdir 3. Deməli, D-nin koordinatları oldu 8-dən 3. Yazıram 8 və 3. 8-dən 3. İndi AD-nin orta nöqtəsində bir dənə K deyək. K orta nöqtəsinin koordinatına bərabər 8 də gəl 2 bölü 2, yəni 5-ə. 3 də gəl 3 bölü 2, yəni 3-ə. Orta nöqtəsinin koordinatına oldu 500. Bu da belə.